Evet dostlar, salam, bu vaxtınız xeyir olsun. Allah hər kəsin işlərini avan diləsin, bizim də işlərimizi bir yerdə. Dayı, Allah sən xeyri versin, xeyri işlət. İmişlinin hansı kəndidir, hansı qəsəbəsi, haradır? Aralı kəndi. İmişlinin Aralı kəndidir. Aparat 3 kilovat, 3000 aborot, 4 təkər, mis sarğı 16 çaqlı. Dünən dayı bilir ki, dayı gələ, dünən yenə 3 kilovat, 3000 aborot, 4 təkərini çıxartmışıq. Misal ilə motor getmişdi. Yəni iş göstərməyə, çəkiliş verməyə məqsədim odur ki, aparatı qoşduq. Bir dəqiqə işləmədi. Motor qızdı, şunları qızdırdı, işlətmədim. Dedim dayı qalsın, motor dəkəcək. Bax bu motor ola. Bir dənə də pakovkada motor gətirmişik. İndi işdə yol çıxmışıq, uzaq yol gəlmişik. Problem olsa motor deyil. Yəni motor bax belə gördüyünüz kimi eyni motor. Eyni karabkada, eyni bir şey. Həm flyans, həm lapat. Hazır gətirmişik zapas. Bu arpa buğda çəkmək üçün, arpa buğda ələyi, quza ələyi, nə ələyi. Bu da həm təz aparatımız. İmişlinin Aran kəndidir. Aranlı kəndidir. İnşallah daha gördüyün kimi iş budur, keyfiyyət budur. Gördün dünən yəni dayı burada xodladıq, ot atmadıq. Heç bir dəqiqə çəkməndə motor qızdı. Təzə motor salafanla işlənmiş motoru qoymuruq. Yəni Allah var başda gördüyü kimi eyni motorlar. Bu da həmin motor, heç fərqi yoxdur. O aparat qala, yəni deməyim o da çox adam aparat satır, başından eləyir, qızdı deyir, klientlikdir, sənlikdir, qardaş elə şey yoxdur. Gətirmişəm 2 pul verib alır, düzdür dayı? Yəni insanın səhrinə baxanda baxsanız ki, halal adam, biz də halal insanlardan çörək qazanırıq. Yəni deyir, yaxşı adam qabağına yaxşı çıxar, pis adam qabağına pis çıxar. Yəni sağ olsun ki, dayı dedi ki, baba kim olsaydı deyərdi bu nədir, təzə motor qızdı. Elə o qaldı, ola vəziyyətdə təzəsini gətirmiş. İnşallah yoxlayıb yanımında çəkiliş eləyirik. Deyir kişinin mal göz qabağında olar, dayı da burada, aparat da burada, bir yoxlayıb inşallah. Ha, yallah, xudda. Allah kömək olsun, Allah razı olsun sizlərdən. Sağ ol, dayı, baş ödəm. Yeznəmdir, kirəkənimdir, Allah xeyrin versin. Xeyir olsun. Çox sağ olun. Sağ ol. Ha, bir də inşallah zəhmət olmasa, son. Tokumuz da nə qədərdir? Tokumuz da 228. Ha, bir dənə göstər, ondan sonra şeydir. At da inşallah, at geçsin. Otumuz da gördüğünüz kimi yaz otudur, bağ otu. Bax, çətin doğranan ot. Təzə ot da əslində nəmdir, çox atmalı, deyirəm ki, az atsın, yəni motor boğmasın. Atanda 203-ə düşür. Bax. Yəni əslində bu ot görsünüz, bu çətin doğranan otdur, yaz otudur, bağ otudur, hələ nəmdir. At inşallah dayı. Yəni kişinin malı göz qabağında olar, iş budur, keyfiyyət budur. Dünən aparat getdik, aparatda problem oldu, dedim dayı aparat dəymə. Pul verib alsan qardaş, zamanət verirəm. Su. Aparat qala təzə aparat getmişik. At onun hamısını at. At geçsin. Boğulmaz, çıxardacaq, at. Ot biraz qəliz otdur, həm qəlizli, həm də yaş otdur, baxın. Dəymə, götürəcək. Bu otu hələm aparat doğramır. Yəni gördüyünüz kimi bu yoxdur, bu jılkadır. Gördüyünüz kimi bax, yaşdır, baxın bax. Çağın ağzından çıxmır bu. Nolfaza 3 kilovat 16 çaqlı bunu doğrayırsa, sonra qalan otlara zaval yoxdur. Maşallah motor da dartınmır, boğulmur. Otun içində ip getdi, setkə ilişib qalıb cırıltı verir. Yəni at. Maşallah bu aparat kimi doğrayır. O bəzi təzə ustalar çıxıb deyir Azərbaycanda məndən başqa aparat yıxan yoxdur. Ona demək istəyirəm ki, ağıllı ol, başın qaçmasın. Adam aparatlar gətirməzlər. Bir də çəkiliş eləyəndə bax gör nə çəkiliş eləyirsən. Usta Sarxan biləşər balası varsa, yəni çox göydən getmə. Göydən gedərsən, göydə qanatı sındırarlar. Heç oğlanın, Azərbaycandan mənim söz deyirəm amma, heç oğlanın başı üçün deyir ki, motor sata, motora 2 il zamaniyat verə. Amma bu mən oğlan, mən Usta Sarxan biləsi varası. Bu işi görürəm. 2 il ərzində motor yansa, motor da dəyişib yerinə qoyuram. Və qiymətdə 1000 manat kampaniya salmışam. 9 aydan avqustun 9-una qədər 2025-ci il. 3 aylıq kampaniya salmışam. 800 manat endirmişəm aparata. Kimə lazım olsa əlaqə saxlayın. Dünən bunu gətirmişdik. Aparatımızda problem oldu. Aparat burada qala, bax ceyranımız da burada. Saxladım burada, bugün gətirmişik bura. Bu da təzə motorda zapas getmişik, birdən problemi olsa, olurdan təzə motor pakovkadır. Yerində dəyişib həll eləyə bilərik. At geçsin. At, saxla mənim, saxlama. Bu da bizim ağaclı qanqallı otumuz. Bax. Demək olar ki, bu ağacdır da, ha? Bax. Şimdi yaxından tut, bax. Demək olar bir ağacdır. Bura baxın, bax. At onu.
Bak bak bak. Ağacı doğrayır. Yani çıtığı da budur. Bak kalınlığa bak bak. Motorun kulağına da döyür. İstedi, terli, havada bir 32 derece temperatürü var. At Eday, çok at, çok at, onu at. Onu püte yap. At geçsin. Bak görürsün atır. Sarı çiçek yoktu, sarı çiçek. Qanqal, ağac, onu atır. İmişli'nin Aran qəsəbəsində. Aran kəndi. Vur onu püte gedəcək, bak. Motor boğulmaq istəyir amma yatmır ha. Yəni belə şey yoxdur ha. Bir əcdahadır, bir anakondadır bu. Bir aparatımız burada. Bir zapas motorumuz burada. Bir dənə 3 kilovatımız burada. İndi burada yanı sarıtdırmayacağız. Vazbrat eləyəcək, yerinə bu təzə motor qoyacaq. 3 kilovat 3000 abarot. 4 təkər mis sarı. Dayı, söndür dənə, söndür. Dayı nətərdir? Əla, super, xeyir olsun. Klientlərə tövsiyən, məsləhətin. Hamıya teşekkür ederim ki her həyətdə malkar olsun, heyvan olsun, bu aparatdan Sağ ol. Öpürük dayı. Allah sən valasın. Allah sənin kimi gözəl dayıların süfrəsini çox bol eləsin, cibin dolu eləsin. Allah aldığından min qat xeyrin versin. Sağ ol, sağ ol. Bu da doğradıq. Üstünə inəyə qoymuşduq. Öz attığın gördün ağac kimi bir şeydi. Baxın. Bəli, bəli. Demək olar başlı bir odun idi. Bax 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 daha yaxınlaşdır. Bax. Bunu doğrayan yanı, bunu doğrayan aparat. Bax 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 bir ağacdır. Bunda qanqaldır. Nədir bu elə? Sarı çiçəyin özü də koluq, xosası bax. Bunu doğrayan başqa otları vezinə dalmır. Yəni 2 vuruşudur. Vso. Xeyirli olsun. Çox sağ ol. Sağ ol, sağ ol.